Bəli, Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən silahlı hücum Amerika Birləşmiş Ştatları gündəmini yenidən qarışdırdı və Milli Qvardiya əməkdaşlarının iki əməkdaşın qəsdən hədəf alınması həm təhlükəsizlik, həm də immiqrasiya siyasətini ölkənin əsas müzakirə mövzusuna çevirdi. Şübhəlinin Əfqanistan vətəndaşı olması hadisəni sadə cinayət çərçivəsindən çıxararaq siyasi tona saldı. Trump administrasiyası insidenti terror aktı kimi qiymətləndirərək miqrasiya nəzarətini daha da sərtləşdirməyə hazırlaşır. Analitiklər isə Vaşinqtondakı hücumun anti-miqrasiya kursunun sürətlənməsi üçün yeni rıçaq ola biləcəyini deyirlər. Bəs görəsən son insident fonunda Trump'ın immiqrasiya siyasəti daha da sərt ala bilərmi? Elə sıradakı sujetdə araşdırmışıq. Vaşinqtonda baş verən son silahlı insident Birləşmiş Ştatlar gündəmini çalxaladı. Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki əməkdaşının güllələnməsi ölkədə təhlükəsizlik məsələlərini yenidən alovlandırdı. Prezident Donald Trump hadisəni terror aktı kimi dəyərləndirərkən, şübhəlinin kimliyi immiqrasiya mövzusunu da müzakirələrin ilk səhifələrinə daşıdı. Bu iğrənc hücum nifrət və terror aktı idi. Bu, bütün xalqımıza və ölkəmizə qarşı cinayətdir. Bu, insanlığa qarşı cinayətdir. Hadisə Şükranlıq gününü qeyd etməyə hazırlaşan Amerikalılarda ictimai təhlükəsizlik barədə narahatlıqları artırdı. Silahlı insident 24 il əvvəl cəmiyyətin üzərinə hopan terror xofunu bir daha aktual etdi. Miqyas 11 sentyabr hadisəsi qədər böyük olmasa da, şübhəli şəxsin Əfqanistan vətəndaşı olması hadisəni adi cinayət statusundan çıxardı. Digər yandan atışma yüksək təhlükəsizlik tədbirlərinin alındığı Ağ Evin yaxınlığında baş verib. Bu da hadisənin arxasında siyasi məqsədin olması ehtimallarını yaradıb. Bu hücumda terrorizmin əlamətləri kifayət qədər güclüdür. Milli Qvardiya üzvləri qəsdən hədəfə alınıb. Hadisənin arxasında siyasi məqsədlərin ola biləcəyini düşünürəm. Hücumu törədən şəxs vizasının müddəti bitmiş bir Əfqan vətəndaşıdır. Bu hücum immiqrasiya sahəsində təhlükəsizlik çağırışlarını daha da artırır. İndiyədək bəzi etirazlar, hətta zoraki etirazlar müşahidə olunurdu. Amma burada artıq birbaşa ölümcül niyyətlə edilən hücumdan söhbət gedir. Bu da mənzərəni dəyişir və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zəruri edir. İddialara görə şübhəli 2021-ci ildə əfqanların ölkəyə daxil olmasına icazə verən proses sayəsində Birləşmiş Ştatlara gəlib. Bu da Biden administrasiyası dövrünə təsadüf eləyir. Hansı ki Trump dəfələrlə Biden hökumətinin immiqrasiya siyasətini ölkənin təhlükəsizliyinə təhdid adlandırıb. Son hadisədən sonra Ağ Ev rəhbəri Bidenin dövründə ölkəyə daxil olan bütün əfqanların yoxlanılacağını qeyd eləyib. Biz ölkəmizdə olmamalı olan insanların bu cür hərəkətlərinə dözməyəcəyik. İndi biz Biden rəhbərliyi zamanı Əfqanistandan ölkəmizə daxil olan hər bir əfqanı yenidən yoxlayacağıq. Onlar ölkəmizi sevmirlərsə, biz də onları burada istəmirik. Birləşmiş Ştatlar silahlı insident sonrası əfqanların bütün immiqrasiya müraciətlərinə baxılması prosesini də dayandırıb. Onsuz da Trump hakimiyyətə qayıtdıqdan sonra anti-immiqrasiya siyasəti ilə seçilir. Onun bu tutumu ölkədə əsas müzakirə və mübahisə mövzularından biri kimi qalmaqdadır. Bu baxımdan Vaşinqtondakı atışmada əfqan qaçqının adının hallanması sanki Trump'ın uzun müddətli tutduğu mövqeyini əsaslandırmağa kömək olub. Analitiklərin fikrincə, prezident bundan öz immiqrasiya siyasətində rıçaq kimi istifadə edə bilər. Mevcut göçmen ve sığınmacıların da sınır dışı edileceği ve edilmesi için fırsat kullanacağı yönünde zaman zaman açıklamaları bulunan Donald Trump'ın bu son saldırıyla aradığı bahanenin de gerçekleştiğini söyleyebiliriz. Dolayısıyla önümüzdeki günlerde özellikle Afgan mülteciler başta olmak üzere Amerika'da mevcut göçmen ve sığınmacıların adeta bir sürek avı şekliyle ülkeden çıkartılması için faaliyetler yürütülmesi, daha sert uygulamalarla gündeme gelerek faaliyete geçilebileceğini söyleyebiliriz. Hadisədən sonra Donald Trump Vaşinqtona 500 Milli Qvardiya əskəri göndərilməsi barədə göstəriş verib. Ağ Ev lideri Biden administrasiyasını dünyanın hər yerindən 20 milyon naməlum əcnəbini ölkəyə buraxmaqda ittiham eləyib. ABŞ Siyasət İnstitutunun araşdırmasına görə isə son 2 ayda saxlanılan miqrantların 5%-i cinayət törədib. 73% qaçqın isə heç bir cinayət keçmişinə malik deyil.
Nə zaman bir miqrant cinayət törətsə, bu şəkildə yenə də məsələni qaldırmağa başlayırlar. Halbuki ölkə daxilində elə əsl Amerikalılar da bu addımı ata bilərlər.